Azərbaycan Dövlət Aqrar Universitetində 2025-2026-cı tədris ilinin məzunlarına həsr olunan məzun günü böyük coşqu və təntənə ilə qeyd olunub. Gəncə İdman Sarayında təşkil olunan tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, ictimai xadimlər, universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, məzunlar və onların valideynləri iştirak ediblər. ADAUNun rektoru Zəfər Qurbanov çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, universitetdə əldə olunan bilik və bacarıqlar məzunların peşəkar fəaliyyətində mühüm rol oynayacaq, onların ölkənin aqrar sektorunun inkişafına və ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verməsinə şərait yaradacaq. Tədbirdə çıxış edən qonaqlar ADAUNun ölkənin aqrar sahəsi üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında mühüm rol oynadığını vurğulayıb, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Daha sonra universiteti ən yüksək göstəricilərlə başa vuran məzunlar çıxış edərək, tələbəlik illərində qazandıqları bilik və təcrübənin onların gələcək uğurlarının əsasını təşkil etdiyini bildiriblər. Tədbirin sonunda fakültələr üzrə fərqlənən məzunlar mükafatlandırılıb, universitet üzrə ən yüksək nəticə göstərən məzunun adı isə ADAUNun fəxri kötüyünə həkk olunub. Məzun günü zəngin konsert proqramı ilə davam edir.